KT cihazımızdır. Beyin siqnallarını ölçmək üçün istifadə olunur. KT cihazı kompüterlə birlikdə, yəni proqramı var, kompüterlə birlikdə istifadə edirik. Çoxumuz onun proqramını görmüşük. Sadəcə indiki halda mən o proqramını göstərə bilmirəm. Bundan əlavə bu cihaz otaqda, yəni sakit otaqda istifadə olunmalıdır. İçəridə hərəkət olmamalıdır, səssiz olmalıdır, pəncərələr bağlı olmalıdır. Yəni səssiz bir ortamda istifadə olunmalıdır ki, beyin dalğalarını tam olaraq ölçə bilsin. Sizin buradan bilməli olduqlarınız nədir? Bu əlimdə gördükləriniz bunlar pasiyentin başına keçirilir, tordur. Yəni bunu taxandan sonra siz pasiyentin baş nahiyəsinə əlimdə gördüklərimi gellə istifadə eləmək şərti ilə yerləşdirirsiniz. Yəni çox həkim sudan istifadə edir. Yəni su düzgün göstərməməyinə gətirib çıxardacaq. Geldən istifadə olunmalıdır. Deməli, nə etdik? Torumuzu keçirdik pasiyentin baş nahiyəsinə. Bu gördüklərimiz şpilka deyim mən bunlara. Yerləşdirdik bu şpilkaların hamısını gellə birlikdə. Daha sonra isə aparatın artıq kompüterə birləşən hissəsi var. Məlumat ötürür, yəni içəridə olan məlumat ötürür kompüterə. Bizim burada gördüyümüz spiskamız var, işıqdır, yəni bu işıq verir. Bu bizim normal insanın günəşin işığına göstərdiyi reaksiyanı ölçmək üçündür. Yəni bunu pasiyentin gözünə tuturlar ki, günəşə olan reaksiyasını bilsinlər və spiskada həm adaptörü var, həm USB-si var, həm də bu spiskanın ayrıca bir stoykası var. Stoykada yerləşdirilir və pasiyentin göz nahiyəsinə tutulur. O ki qaldı. Üçüncü işimiz. Gelləyib müştərinin, pasiyentin bədəninə, baş nahiyəsinə bunu yerləşdirəndən sonra gördüyünüz bunlar bir-birlərinə keçirlər. Mən bunu göstərməyə çalışım sizə. Bir dəqiqə. Birinə götürək. Bunlara sizin əslində ehtiyacınız yoxdur. Bunları alan həkim onsuz da bilir. Yəni onun haqqında məlumatlar olur. Sadəcə sizin də az da olsa məlumatınızın olmağı üçün mən izah edirəm bunu. Bu qaydada bu hissəyə keçirilir və bu qaydada olur. Bu gördükləriniz pasiyentin qulaq nahiyəsinə keçirilir, qulaq məməsinə yerləşdirilir və əsas önəmli məqam, yəni siz texnik olaraq bunu mütləq bildirməlisiniz. Bu zazimleniyadır. Cihazın zazimleniyaya mütləq şəkildə ehtiyacı var. Çünki KT cihazımız çox həssas olduğu üçün hətta boş otaqda belə havada olan siqnalları götürmək qabiliyyətinə malikdir. O ki qaldı, cərəyandan gələn deyim ki, pozucu siqnallar var, cərəyan vasitəsilə cihaza daxil olur. O zazimleniya vasitəsindən xaric olmalıdır. Mütləq şəkildə zazimleniyadan istifadə olunmalıdır. Zazimleniya korpusa bağlanılır, digər hissəsi isə torpağa, yəni torpaqlamadır bu. Torpaqlama kabelinə və yaxud da torpağa birləşdirilə bilər.